Bəzi insanlar ki var, bu ayın ehtiramını qorumurlar, saxlamırlar. Mənası budur ki, onlar dərk eləmirlər ki, buna aiddir. Görürsən, bəzi insanlar var, əvvəl elə necə yaşayıb, bu ayda da o cür yaşayır. Əvvəl nə qədər günah məclisinə gedib, bu gün də gedir. Əvvəl necə küçədə çörək yeyirdi, su içirdi, bu ayda da bu işləri görür və hətta bunun əksin deyəndə təəccüb edir. Məsələn, deyəndə ki, biz ümumi məclislərdə ixtiyarımız yoxdur ki, çay verək, yemək verək. Yaxşı. Budur ki, burada axı 5 nəfər oruç tutan varsa, niyə mən bunlara görə bu işi görməliyəm? Bu elə başa düşmür ki, oruç tutan öz qarnının davasındadır ki, məsələn, biz yanımızda kimsə yemək yesə, elə ürəyimiz gedəcək acından, yıxılıb öləcəyik. Məsələ bu ayın ehtiramı da, sən bunu başa düşmürsən ki, bu ay başqa bir aydır, bu xüsusi bir aydır, bunun hörmətlə yanaşmalısan. Sənin vəzifəndir, borcundur ki, bu aya hörmətlə yanaşasan. Heç kimin ixtiyarı yoxdur bu aya hörmətsizlik etməyə.